Satın alacağını gözləyirdik. Sabah yaxşı komandadır, yaxşı futbolçular var, keyfiyyətli futbolçular var. Qələbə qazanmaq istəyirdik. Təəssüflər ki, alınmadı. 3 aydır ki, Şamaxı qələbə qazana bilmir. Bu barədə sizə problem nədir? Liqada qalmağı təmin eləmişik, amma əlbəttə qələbə qazanmaq istəyirik. Futbol olur, bəzən məğlub da olmaq olur, bərabər də qalmaq olur. Futbol çalışacaq ki, bundan sonra qələbə qazanır. İlk hissədə hesab bərabər olsa da ikinci hissədə əlavə olaraq 2 gol buraxdınız. Yəni bununla nə ilə əlaqələndirərdiniz? Hansı aspektlərdə boşluqlar buraxdınız? Standart vəziyyətdən qol buraxdıq. Birinci qolda, ikinci qolda, üçüncü qolda indi iki nəfərin arasında top qaldı onlarda. Belə bunların üstündə işləməliyik. Mövsümün ərzində, yəni həmişə ilk start heyətdə oynatırdınız. Sadəcə ilk oynadı ki, artıq ikinci hissədə daxil oldu. Nəsə bir xüsusi nəsə var burada, yoxsa məşqçinin qərarı? Məşqçinin qərarıdır, hörmətlə yanaşırıq. Nə qədər şans düşürsə biz də özümüzü göstərməyə çalışacağıq. Bəs turda Qarabağla arasında son görüşləri var. Səncə Qarabağın çempionatda beləcək Avropa kubokları vəsfini təmin edib və bu müəyyən mənada motivasiya ola bilərkən Qarabağ oyuna boş yanaşacaq, siz xal qazana bilərsiniz. Əlbəttə biz hər iki oyuna da ciddi hazırlaşacağıq. Xal və xallar qazanmaq istəyəcəyik. Zaman göstərəcək.